Salam, üniversitetin son həftəsinə xoş gəlmişsiniz. İngilizce yeni sədrimiz Fatimə. Salam dostlar, üniversitetin rəsmi olaraq son gününə xoş gəlmişsiniz. Hiç random olmadı. Salam dostlar, üniversitetə dəxilsiz, əlaqəsiz şeylər gətiririk. Bölüm 2. Mən gətirməmişəm. Parvat hadi gəlir. Mən götürüm ala. Birinci gözləyin, göstəreyim. Baxın. Faiz. Mən tanışlarım. Yeee. Niyə gətirirsən? Biraz uyumuşam. Sen bu değil de. Dəxilsiz deyil. Çünki Nərmindir də, Nərmin. Rəng əşyalar gətiririk. Gün 2. Dəncə ilə gətir. Hamı gözdən bağlasın. Aça bilərsin. Ama henüz kaşık diye var. Çok güzel. Məncə rəng idi. Açın. Çoraptı. Nədir? Bunlar Herkese selam. Ceylan'ın vloguna hoş gelmişsiniz. Bugün Ceyla'ya interview veririk. Belə. Birinci kurs hakkında. Üniversite hayatını çok sevdim. Çok maraqlıdır. Çok güzel insanlarla tanış oldum. Eğlenceli, maraqlı, güzel günlerimiz geçti. Sen sonsun. Başka ne diyeyim? Anlayacağım. Yani ki dostlar, bu üniversite güzeldi. Mən qorxmuşlar ki, üniversitet ortamları biraz şey olur da, nə bilim də hamı bir-birinin arxasında danışır, nə bilim də elə çox belə, nə bilim də, əslində elə bir şey heç yox. Buradan da sözüm qrup arkadaşlarımadır, hamınızı çox sevirəm. İnşallah sona qədər də belə qalır.
başlayalım. Sözü veririk, soruşturmuş Metin bəyə. Semestr başlayandan bəri, ikinci semestrin sonuna kimi, sırf birinci kurs başlayandan sonuna kimi hələ də bir olduğumuz üçün, qrup başının olmalı üçün çox xoşalam və ilkin olaraq Sərxan mənim buradan öpməm. Sanam da cəhəlimdir, zarafatsız. Görüntü verirəm. Mən burada yox idim, sonradan gəldim. Amma çox Bu qızı da mən gətirmişəm, yəni, bu qızı da mən gətirmişəm, yəni biraz şey olmaz. Evimə girmədən istəməm. Sən mənim üçün girdin. Nigar qrupuza təzə gəlməyinə baxmayaraq, elə bir ki 15 il tanıyıram Nigarı. Ən çox məni sevirəm. Bəli, ən çox Nigar istəyirəm. Videonu düzəltdim, amma fərqinə vardım ki, bəzi demək istədiyim, demək planladığım şeylərin çoxunu deməmişəm və videoda da demişəm ki, mən bu universiteti istəyərək seçməmişdim. Çünki mən illərlə qabiliyyət imtahanına hazırlaşmışdım və aşağı bal alandan sonra qabiliyyət tələb eləməyən universitet seçmək biraz mən üçün xoş olmamışdı. Nəticə olaraq buranı yazmalı oldum. Bəxt elə gətirdi ki, gəlib burada oxumalı oldum. Yəni deməyim odur ki, hərdən də belə olur ki, istəmədiyiniz bir yerə gedirsiniz, amma orada sizi gözləyən o qədər yaxşı insanlar olur.